Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunub. Qafqaz İnfonun əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı Yasamal rayonu ərazisində BYD markalı avtomobilin sürücüsü Emin Oruçzadənin hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd davranış etdiyi müəyyən edilib və o saxlanılıb. Emin Oruçzadə müvafiq qərarla həbs olunub. Siz hal-hazırda onun görüntülərini də az əvvəl izləmiş oldunuz. İnsanlar öz yaxınlarını, ailə üzvlərini, xanımlar, bəylər, yaşından, sosial mövqeyindən asılı olmayaraq müəyyən mənada ictimai nəqliyyata etibar edib, o sürücülərə etimad göstərib, hansısa bir A nöqtəsindən B nöqtəsinə gedir və yaxud da ki, uşaq deyək ki, hazırlığa gedir, valideyn onu yola salır ki, taksi ilə getsin, deyək ki, rahat getsin, vaxtında gedib çatsın. Bəzən də bax bu cür nadürüst adamlar gəlir qarşısına çıxır və hansısa bir azyaşlıya qarşı müəyyən mənada heç də arzu olunmayan hərəkətlər eləyir. Belə də olanda təbii ki, digər insanların da, sərnişinlərin də hazırda öz işini, fəaliyyətini normal formada həyata keçirən digər, deyək ki, taksi sürücüləri olsun və ya ictimai nəqliyyat sürücüləri olsun, ona inamını bir növ azaltmış olur.